Deməli, Rabia xanım deyilən biri var, indi onu qoşacağım. Sadəcə bizim millətimiz nə gündədir, nə gün, tapdım dostlar, tapdım. Harada girib bunu bura görə nəysə çəkmirəm, elə qalsın burada. Deməli, dəyərli vətənlərim, indi burada bir mən sadəcə burada Rabia xanım var, onun mən səsini qoymaq istəyirəm efirə. Rabia xanım, Aybəniz xanım atmışdı onu mənə, Aybəniz xanım. Aybəniz xanım əslində mən bunu bir yerdə şeyləməliyəm, bir yerdə verməliydim efirə, amma bir yerdə verəcəyimiz xəbərlər çoxdur, amma gəl Rabia xanımı verək efirə. Rabia xanım danışdı, büyü məndən söydü məni, mən onu biraz acıladım, aradan çıxdı, indi isə elə deyil. Gəlin, mən onun şəklini qoyum efirə. Şəklini qoyum efirə, görək nədir bu adam, necədir, nə deyir, nə məsələdir, baxaq. O mənim Rabiyəm, o mənim yarım. Baxaq görək, Rabia xanım hardadır? Rəbiyə deyirlər də buna. Hər nəysə, dostlar, qardaşlar, ola bilər görüntümdə bir balaca problem yaranar, amma narahatçılığa bir əsas yoxdur. Narahatçılığa bir əsas yoxdur, dostlar, çünki deməli, Rəbiyə xanımı qoyaq görək, efirə görək qoya bilirikmi? Rəbiyə xanıma qoyaq görək qoya bilirikmi? Rəbiyə xanıma qoyaq görək, yəni şeyə qoyaq, nədir? Bura keçirək qoyaq görək qoya bilirikmi? Bir dəqiqə dostlar, çox üzr istəyirəm mən. Baba, gəldi Rəbiyə xanım bura. Gəl görək bura. Gəl Rəbiyəm, gəl. Rəbiyə gəldi, Rəbiyə. Rəbiyə qəşək şeydir, qəşək xanımdır. Gəl Rəbiyəm, gəl. Mən bilsən, mən dəli elədin. Mən səni indi cuşa gətirəcəyim, həvəsləndirəcəyim səni. Rəbiyə xanım, Rəbiyə. Canım Rəbiyə, gözüm Rəbiyə. Gəl ay Rəbiyə, gəl. Gəl ay nənə, gəl. Gəl ay nənə, gəl. Gəl. Rəbiyə xanımdır, dəyərli vətənlərim. Dəyərli soydaşlarım, sadəcə Teymurun sağ əli, bəlkə də mamışını yaladığı Rəbiyə xanımı göstərirəm sizə. Mamışını yaladığı. Mən elə belə adam deyiləm. Mən haqqı deyən adamam. İndi gəlin sizə Rəbiyə xanımı göstərim. Rəbiyə xanıma baxmaq üçün ancaq və lakin şeyə girmək lazımdır, şeyə. Rəbiyə xanıma girmək üçün Rəbiyə xanımı görmək üçün Qabil Mediaya gəlmək lazımdır və Rəbiyə xanımı göstərəcəyəm mən sizə. Rəbiyə, haradasan? Ay Rəbiyə. Canım Rəbiyə, gözüm Rəbiyə. Haradasan? Ay Rəbiyə. Bu Rəbiyə xanımdır. Dəyərli vətənlərim, bu Rəbiyə xanımdır. Buradan mən deyirəm, bu cındırlara. Teymurun yanında olanlar, ananızın, bacınızın, arvadınızın, qızınızın dilinin üstünə qabil sevənlər töksün spermatozoidini. Onun təşkilatında yer alanlar, Teymura salam verənlər, ananızın, bacınızın, arvadınızın, qızınızın dilinin üstünə qabil sevənlər töksün. Qoqili döysünlər. Düz gələndə töksünlər ağzına, hər nəysə. İndi Rəbiyə xanımın səs yazılarını efirə verimmi? Verim. Teymurun yanında olanlar bundan səviyyəli ola bilməz. Baxın. Teymurun sağ əlidir. Gəlin baxaq. Yəni, bu ağılda olanlara cavab verək. Gəlin baxaq. Bunun dodaqlarına baxın, bir dodaqlarına baxın. Baxın bunun dodaqlarına, nəyə oxşuyur bu? Nəyə oxşuyur da bu? Bu adam dərzidir. Bir mənə deyir ki, mən iş adamıyam, dərziyəm, əlimin altında 6 nəfər işləyir. Bundan əvvəlki səs yazısında göstərdim efirə. Aybənizə deyir, sən mənim qayçımın altından keçmirsən, yəni səni qayçılayaram. Hədəliyir, buna bax, gözə bax. İndi mən Rəbiyənin nə yuvanın quşu olduğunu burada deyəcəyim. Nə yuvanın quşu olduğunu. Mən bilirsiniz, təmiz adamam, vallahi təmiz adamam, billah. Mən Rəbiyədən pul almış olsaydım, deyərdim, 10.000 almışam. Rəbiyə heç mənim şeyimə dostlanmazdı. Nə Rəbiyə onun, nə də rəhbəri DTX.
İndi gəlin mən sirr açıram. Yalan deyirəmsə mən Xaçaturyan olsun mənim dədəm. Amma düz deyirəmsə Teymurun yanında yer alanın, təşkilatında yer alanın ana bacısına, arvadına, qızına Xaçaturyan itələsin. İndi gəlin baxaq. Dəyərli mədənlərim, dəyərli soydaşlarım, görün necə əxlaqsız, necə tərbiyəsiz adamlar bunun yanında yer alır, Rəbiyyənin yanında. Və mən bunun indi səs yazısını efirə verəcəyəm, səs yazısını. Görək tapa bilsəm. Tapa bilsəm səs yazısını. Hə, tapdım. Gəlin baxaq. Rəbiyyədir. Rəbiyyə. Baxaq. Söyməmişəm, təhqir eləməmişəm, heç nə eləməmişəm, amma bunun mənə dediyi sözlərə bir-bir baxaq. Telefonu götür də, niyə qorxursan? Götür də telefonu, sənə zəng eləyirlər, deyirsən ki, Rəbiyyə mənə zəng elə, zəng eləyirəm, bax sənə. Rəbiyyə xanım deyir, telefonu götür. Götür. Ay sağ ol. Öz də Ağdamlı da, bu qancıq Ağdamlıdır. İndi gəlin baxaq. Bu Ağdamlıdır, gəlin baxaq. Bu Ağdamlıdır. Ağdamdan həmişə qeyrətli adamlar çıxıb. Amma bu niyə belədir, mən başa düşmürəm. Gəlin indi mən Rəbiyyə xanıma buradan zəng eləyim. Demir, Qabil telefonu götür. Qorxursan deyir, ala telefon kişi döysən götürmürsən. Rəbiyyə xanım deyir ki, telefonu kişi döysən götürmürsən. Ala mən Rəbiyyə xanım sizə özüm zəng eləyirəm. Ala. Sizə özüm zəng eləyirəm Rəbiyyə xanım. Gəlin debat istəmirsiniz. Valla gəlin danışaq. Rəbiyyə xanım. Gəlin. Baxın gördün. Zəng eləyirəm. Bax görürsünüz zəng eləyirəm. Görürsünüz zəng eləyirəm. Baxın. Çalıyor. Rəbiyyə xanım görürsünüz? Çalıyor. Baba çalıyor. Ve göstərimdə bilməzlər. Bakın Rəbiyyə xanım çalıyor. Görürsünüz? Rəbiyyə xanım. Rəbiyyə xanım, siz dediniz kişi döyürsünüzmü? Məni qoşun efirə. Mən də görürsünüz, sizə zəng edirəm. Çalıyorsunuz ama beni qəbul eləmirsiniz. Çalıyorsunuz yazılır orada ama beni qəbul eləmirsiniz. Zəhmət olmasa link atıram efirimizə qoşulun. Qoşulursunuzsa link atıram. Qoy sizin nur üzünüzü görək. Siyasi karyeranızı görək. Haqlısınızsa sizi görək. Tez olun biraz, mənə çıxın. Bakın değerlemeden sırası beni bloka attı. Bak. Bəyəklər Rəbiyyə xanım çalıyordu mu? İndi baxın. Rəbiyyə xanım daha çalmıyor. Baxın. Baxın değerləmədən. Yo çalıyor. Telefonla danışırmış. Yenə çalıyor. Rəbiyyə xanım çalıyor. Bak ama götürmüyor. Rəbiyyə xanım çalıyor ama götürmüyor. Bak çalıyor. Görürsünüz çalıyor. Görürsünüz çalıyor. Çaldığını görürsünüz mü? Görürsünüz mü Rəbiyyə xanımın çaldığını? Bak çalıyor yazıyor. Gördünüz mü? Ama Rəbiyyə xanım götürmüyor. Çünkü Rəbiyyə xanımın götü poxludur. Rəbiyyə xanımın götü təmiz olsaydı götürərdi telefonu. Çünkü Rəbiyyə xanım götürmüyor telefonu. Götürmüyor, canın sağ olsun Rəbiyyə xanım. Rəbiyyə xanım götürmüyor, canın sağ olsun. Hani demiştin ki kişi döysən telefonu məni qoşmursan götürmez. Zəng eləyəm götür də. Bu daldeydə zəng eləyib iki kəlmə söyüb qaçmaq deyil ki. Götür sənin o nur üzlü ya valik üzlü sifətini cəmaət görsün. Götür də. Niyə götürmürsən ki? Ha? Amcello Rəbiyyə, niyə götürmürsən? İndi mən sənin səslərini bir-bir efirə verirəm və sənin kimliyini ortaya qoyuram. Yaxşı mı? Değerli mətələn, gəlin indi Rabiyyənin, bu Rabiyyədir, Teymurun sağ əlidir.
Yəni bilirsiniz ki, bu Teymurun dəyərli həmvətənlərim, Teymurun 2-3 nəfər ətrafında adam var, biri də bu qancıqdır. İndi gəlin bu qancığın sizə səs yazılarını təqdim edeyim. Eləyim, bayaqdan zəng edirəm, amma sizli sizsiz, görürsünüz götürmür. Sizli sizsiz, zəng edirəm götürmür. İndi gəlin sizə bu qancığın səs yazılarını təqdim edeyim. Və məndə bir xüsusiyyət var, səs yazılarına da cavab verəcəm ha. Səs yazılarına da cavab verəcəyim. Baxaq. Rabiyə, haradasan? Biyə. Bir adamın ki adı biyə ola, biyə. Biyə bilirsən nədir, biyə? Neysə, baxaq indi. Görə biyədən yaxşı söz çıxıb Qabilə qarşı. Necə tərbiyəsizdir, necə əxlaqsızdır bu Rabiyə, bunu verək efirə, dəyərli vətənlər. Salam verirəm əziz xalqımızı. Mən Lənkəran sakin Rəşad Əliyev, nəhəng liderimiz İlham Əliyev cənabları. Bütün dünyada partlayış yaradan prezident, bütün dünyada sözün demiş prezident. Ermənistana da nota göndərdi yaxın günlərdə ya. Ermənistana başa saldı ki, ağırlı olun bizlə, başqa söhbət eləməyin. Cənab prezidentimiz özünüz fikir verdiniz, əziz xalqım. Birbaşa Ermənistana öz sözünü göstərdi ya. Nota göndərdi, mesajını göndərdi Ermənistana. Fransa'nın da prezidentini birbaşa sındırdı. Lider belə olar, nəhəng lider. Bütün dünyaya meydan okuyan prezident ya, onun qabağında heç kim at çapa bilməz. Heç Azərbaycanda o qara qüvvələr var ha, cənab prezidentin kölgəsindən qorxurlar, onun apardığı siyasətindən qorxurlar. Azərbaycanda o qara qüvvələr var, bəzi qara qüvvələr var ha, onlara aiddir bu söz. Azərbaycan liderinin, onlar kölgəsindən qorxurlar. Bütün dünyanın prezidentlərini şoka salan prezidenti, onun qabağında söp götürən prezident yoxdur bu dünyada. Dünyada yox, bütün ölkədə yoxdur. Çünki sözün deyən prezidentdir. Lüboyun sözün lopuna deyir. Öz Fransanın prezidenti sındırdı. Ermənistan özün prezidentindən günə qoyub. Baş nazirini sındırıb onu rəzil günə qoyub. Lider belə olar. Fəxr eləməyə də dəyər. Azərbaycanın ürəyidir. Azərbaycanın nəfəsidir. Damarımızdan axan qanımızdır, canımızdır. Canımız fəda canım prezidentə. Çünki Azərbaycan xalqı yeganə dövlətdir ki, bütün dünyada seçilən bir dövlətdir. Kimin sahəsində? Məhz cənab prezidentimizin sahəsində. Bəli, çünki Azərbaycan xalqı da bilməlidir ki, biz bugünkü günü yaxşı yaşamağımızın səbəbkarı məhz cənab prezidentimiz İlham Əliyev cənablarıdır. Çünki İlham Əliyev cənablarıyla biz işıqlı gələcəyi görürük. Deyir, bu qaranlıq dünyanın bir işıqlı sabahı vardır. O işıqlı sabah həmən nəhəng liderimizlə biz işıqlı sabaha çıxırıq. Buradan 2005-ci ildə cənab prezidentimizə düşərli olsun inşallah. Allah Azərbaycan xalqının üstündən cənab prezidentimizi əski eləməsin. Çünki məhz cənab prezidentimizlə biz işıqlı yola gedirik, əziz xalqım. Çünki cənab prezidentimiz bizim döyünən ürəyimizdir. Çünki bütün dünyada partlayış yaradan prezidentdir. Bütün dünyanın prezidentlərini də şoka salan prezidentdir. Ya, cənab prezidentin qabağında heç bir ölkə diyana bilmir. Siz özünüz gördünüz yaxın günlərdə Putin gəldi Azərbaycana. İran prezidenti də gələcək Azərbaycana. Hamısı gəlmək istəyir Azərbaycana. Prezidentin qabına düşə bilmirlər. Düşə bilmirlər. Görün necə nəhəng liderimiz var. Azərbaycanın necə nəhəng, nə olsun balaca dövləti. Bütün dünya bizdən danışır. Görün, dirikələ bir balaca dövlətin böyük bir nəhəng lideri var. Böyük bir balaca bir ölkənin, 9 milyonluq, 10 milyonluq ölkənin görün necə böyük bir liderimiz var. Cənab prezidentimiz Ali Başkomandan dünyada bir nömrəli sərkərdə, dünya prezidentlərini şoka salan, bütün dünyanın prezidentlərini mat qoyan liderimiz var. Bu biz nə deməkdir? Bunu dərk edən xalq bilməlidir ki, bizim bu cür liderimiz var. Biz cənab prezidentimizdən bərk-bərk yapışmalıyıq. Onun apardığı siyasəti biz dəstəkləməliyik. Mən Lənkəran sakini
20 ildir cənab prezidentin apardığı Heydər Əliyev siyasətini dəstəkləyirəm, bugünkü günəcəm. Öldü var, döndü yoxdur bu yoldan. Öləcəyəm, son nəfəsimə qədər cənab prezidenti dəstəkləyəcəm. Öləcəm, cənab prezidentin yolunda öləcəm. Eşitsin bütün Azərbaycan, eşitsin bütün Lənkəran. O bütün Azərbaycandakı qara qüvvələr eşitsin. Bir canım var da cənab prezidentimə fəda olsun. Son nəfəsimə qədər cənab prezidenti dəstəkləmişəm və dəstəkləyəcəm də. Öldü var bu yoldan döndü yoxdur. Çünki Azərbaycan prezidentinin mən bizim aləmiz cənab prezidentin çörəyi yürüyü, Paşayevlərin çörəyi yürüyü. Bəli, bugünkü günü gözəl yaşamağımızın səbəbkarı məhz cənab prezidentdir. Çünki o cənab prezidenti mən çörəyi yeyirəm. Mənim ailəm, mənim balalarım, mənim ailə üzvü hamısı cənab prezidentin çörəyi yürüyü, Paşayevlərin çörəyi yeyirəm mən. Ona görə cənab prezidenti mən dəstəkləməliyəm. Son nəfəsimə qədər cənab prezidenti dəstəkləmişəm və dəstəkləyəcəm də. Paşayevləri də dəstəkləyəcəm. Çünki Azərbaycanda bir nümunəvi ailədir. Bütün Azərbaycan xalqında həmişə Paşayevlərdən kömək gəlib bugünkü günə kimi. Efirlərdə də gedir, eşq olsun vitse-prezidentimizə ki, həmişə kasıb ailələri gedib axtarıb. Leyla Əliyeva həmişə kasıb ailələri axtarıb və cənab prezidentimiz bütün dünyada sözün demiş prezidentimiz həmişə Azərbaycan xalqına sayğı, hörmət, Azərbaycan xalqının etimatını qazanıb. Biz də ona görə cənab prezidentimizi seçmişik və cənab prezidentimizin də yanındayıq. Öldü var, döndü yoxdur bu yoldan. Bütün Azərbaycan xalqını da cənab prezidentimizə dəstəkləməyə çağırıram. Nəhəng liderimiz, Azərbaycanın sərkərdəsi, bütün dünyada nüfus qazanmış prezidentimiz var ya bizim. Bu bizim uğurumuzdur, Azərbaycan xalqının uğurudur. Fəxrimizdir, canımızdır, şanımızdır. Eşq olsun cənab prezidentə ki, biz cənab prezidentimizlə işıqlı yola gedirik. Bütün Azərbaycan xalqında cənab prezidentimizə dəstək olmaya çağırıram. Qarabağ Azərbaycandır. Değerli soydaşlarım, gəlin baxaq. Rabiyə. Harada qaldı bunun nömrəsi? Sözün əslində mən özüm belə şeyə düşdüm ki, bu nə oldu? Harada qaldı? Ev yox. Deyəli mən, hər iki tərəfdə məni bloka saldı, şəkilləri silindi, ev yox. Mən bu saat bunu birbaşa qoşacağam efirə, narazçılığa bir əsas yoxdur. Rabiyə məni bloka salsa da, burada şəkili itsə də, uşaq şəkili qoymuşdu. O şəkil itsə də mən sizə onu qoşacağam dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Bugün məni bu Rabiyə dəli elədi, əsəblərimi korladı. Və mən dedim ki, sizi axşam efirə qoşacağam. Dəyərli həmvətənlər. Yayımı bəyənin, paylaşın, auditoriyamızı geniş eləyin. Yayımı bəyənin, paylaşın, auditoriyamızı geniş eləyin dostlar. 11. İndi bu Rabiyənin səs yazılarını sadəcə sizə qoşacağam ki, görün bu necə tərbiyəsiz adamdır, necə əxlaqsız adamdır. Görürsün, mən savaşdan hər hansı bir qarşı durmadan qaçan adam deyiləm. Sadəcə mən bu Ağdamlı kəsə. Gəlin baxaq. Burada məni bloka salıb, ha. 60-60 tək xətdir, görürsün, bloka salıb. Amma bunun səs yazılarını qoyuram sizə. Buyurun baxın. Buyurun baxın. Rabiyə, sənin dallağını yalasın Teymur. Gəl baxaq. Telefonu götür də, niyə qorxursan? Götür də telefonu, sənə zəng eləyirlər, deyirsən ki, Rəbiyə, mənə zəng elə. Zəng eləyirəm, bax sənə. Utanmırsan, sən çıxırsan, mən dillənmirəm. Yəni sənə bu qədər köməklik elədim. Düz deyirdilər, sənin orada çox adamlar var idi ya, həmin insanlar çıxdılar. Talış balasıdır, sonra o biri də var, neçə oğlanlar. Deyir ki, sən də xalq ona verdi. Sən onu tapdala quyruğunu gör, səndən başına nə oynatacaq. Bunu... Düz deyir də. Birinci deyir, çox adamlar dedi. Sonra biri var idi, talış balası, bir də var idi falan balası. 2 bala deyir, var idi ki, qabilə hörmət eləyirsən, amma bilmirsən ki, onun quyruğunu tapdalasan, səni donbaldıq qayracaq. Düz deyir də. Danla baxaq. İndi utanmırsan, o pulduğunu, o qəhbərini çıxmısan, qoymursan orta. Aybənizi deyir.
xalqa. Qəhvə məndən təsəvvür edək qəhvəliyini yola çəkirdi. Mən imtina elədiyimə görə çıxıb orada ağzına gələn danışır. Bir bilmirsən ki kimdir? Deyir qəhbəlik eləyirdi. Deyir qəhbəlik eləyirdi. Baxa, öz deyir mənə tərbiyəsizsən. Yadınızda da bu cırıq var ya, bu cırıq. Şəklini bura qoyduğum cırıq. Bu cırıq həmişə bizim efirimizə 5-6 il bundan qabaq qoşulub hamıdan pis söyüş söymürdümü? Bu söyəndə mən utanırdım. İndi baxın səs yazsına. Necə tərbiyəsiz adamdır. Elə deyilmi? Mənə səs atır. 6 ildən sonra mənə səs atır. Mən bunu söyləməmişəm heç vaxtı. Amma mənə səs atır. Bax gör necə tərbiyəli xanım imiş. Bunun əri yoxdurmu? Bunun yiyəsi yoxdurmu? Hə, bunun yiyəsi də Teymurdur da. Necə olacaq ki? Dalla baxaq. Nədir? Öyle deyir yanından deyir qazi bacısı. Və qarşı görür qardaşı xəstəlikdən ölür. Bir adamlar var ya faktı. Bu Xəstəlikdən ölən adama küçə adı verirlərmi? Xəstəlikdən ölən, xəstəlikdən adamı Şəhidlər xiyabanında dəfn eləyirlərmi? Hələ Aybəniz kimisini. Baxın ha. Görün bu çırıq Rabia var ya. Dodağa bax dodağa. Dodağa bax gözlərə bax gözlərə. Gözlərə bax. Görürsən seksi gözlərdir. Gəl bax baxaq danla. Danla baxaq. Gör mənə necə şər atacaq hələ baxaq. Qəhvəni hələ tanımırsan. Hələ tanıyacaqsın sonra. Mən sənə bu qədər yaxşılıq elədim. Utanmadın sən çıxdın. Dedi 500 manatdır. 500 manat öyrəyir. 3000 məbləğində euro. Sənə pul vermiş. Rəbiyə deyir 3000 mənə 3000 məbləğində indiyə kimi 3000 məbləğində evro veribdi. Özü bir hissəsini xırdalayır. Qalan hissəsini mən xırdalayacağam. Narahat olmayın. 301 vermişəm, 201 vermişəm sənə. Habilin adına 2 dəfə 200. Habil demək istəmir. Demək istəyir Niyaməddin. Niyaməddinin adına göndərmişəm. İndi danla baxın. Vermişəm. Say da indi say mənə. Orxana 350 manat pul köməklik eləmişəm. Sonra sənin özünə 500 yox 600-dən çox sənin özün verilib. Manafa da özün arvadın zəng elədi Aytən. 500 onu tələb eləmişsiniz. Siz sən nə danışırsan? 1 manat, 350. Bax ikisi burada ortaya çıxdı. 350 evro Orxana, 500 evro Manafa. 850 evro elədi. 3000 mənə pul göndərir var güya bu cırıq. Bax bu cırıq var ya şəkildə olan cırıq. İndi danla baxın. Görün cırıqlığın əlamətinə baxın. Danla baxın. Belə cırıqlar çoxdur Azərbaycanda və ölkə xaricində. Özdə deyir 6 dənə işçim var. Görün nələr deyəcəm, nələr deyəcək bu və mən nələr deyəcəm. Bir baxaq. Belə də ağzını əyirsən, yolda tökmüşəm pul. Sən də ver də bir 5 manat. İndi verdiklərini qaytar. Vermirəmsən harap olsun deyirəm. Qaytarmırsan sən, mən heç nədən qorxma. Sən mənə nə edirsən? Sənin faktın yox mənə qarşı. Bax. Deyir, dala qaytarım görün nə hürüdür burada. Nə edirsən? Sənin faktın yox mənə qarşı. Sən orada yəni qışqırmaqla, bağırmaqla, prezident Fakt səs yazısı. Fakt səs yazısı. Fakt səs yazısı. Sən səs yazın burada, şəklin burada. Nə problem var ki? Baxaq. 6 il deyişirəm ki, prezident hazırlaşın gəlirəm. Nə özündən çıxırsan? Kimə xidmət eləyirsən? Mənə də deyirsən Mehriban. Mehribana xidmət eləyəm. Hə, xidmət eləyəm. Gəl sənin üçün Mehribanın yanında iş verim yaxşı sənə. Deyir Mehribana xidmət eləyəm, yaxşı eləyəm. Gəl sənə yanında iş verim. Deyir ki 6 ildir deyirsən prezident gəlirəm, alladırsan. Atatürk'ün partiyası, Cumhuriyet Xalq Partiyası 24 ildir deyir gəlirəm hakimiyyətə. Əli Kərimli Xalq Cəbhəsi sənin indi Teymurunun təriflədiyi Keçibəy nələr dedi, onun davamçıları neçə ildir hakimiyyətə gələcəm deyir. 57 illik bir rejimi devirib gələcəm demək, bunu hələ 6 il demək çoxmu uzun məsafədir? Ay Rəbiyə, adadır Manaf. Mənim yanımda olsaydı, indi hər şeyə sahibi idi. Çox şeyə sahibi idi. Ən azından onu sevən xalq kütləsinə sahibi idi. İndi hardadır Manaf? Hardadır Manaf? Mən dedim ki, məni söyən adam əyaqda salamat qala bilməz, stoykasını qoruya bilməz. Gördünüz mü? Vaxt vardı Manafı 2000 adam izləyəndə, 2500, 3000 adam canlı izləyəndə. Manaf bəyənmirdi, əsəbləşirdi.
İndi Manaf canlı açsın görüm 300 nəfər izləyəcəkmi onu? Ümumiyyətcə canlı açırmı? Ümumiyyətcə hardadır? Bir danla baxaq. Sən nə çıxırsan özündən deyirsən ki, Özün gələrdin də Manafa ərə. Manafın əlində qalmışdı. Özün gələrdin də Manafa ərə. belədir dərzidir. Dərzi qəhvəliklə məşğul olur. Dərzi halal zəhmət. Mən nə dedim ki, dərzi pis dedim? Mən nə dedim? Dərzi pis sənətdir. Lağ elədim ki, sən niyə dərzi deməyimlə inciyirsən? Sən hamıya az deməyindən danış. Danla baxaq. Ilə. Sənin arvadın süpürgəçilik. Başını zadın bağlayır, sən də saqqal geyinib çıxırsan. Bilmirik səni göyək, tanımırıq. Saqqal geyinib çıxırmışam, arvadım da süpürgəçilik eləyir. Bəli, belə böyük düşmənimiz var. Saqqal da geyinib çıxarıq. Hələ bığ da taxıb çıxarıq. Yoldaşım da süpürgəçilik eləyir. Pusada Azərbaycanda ən şərəfli qadınlar süpürgəçilik eləyir. Ən şərəfli qazilərə süpürgəçilik işi məşğulluq idarələrində süpürgəçilik işi təklif eləyirlər. Bu şərəfli insanların yolu budur Pusat. Bəli. Şərəfli insanlara bundan artıq iş yoxdur. Bəli. Bundan artığı bədənini, şərəfini satmaqdır. Vəssalam. Rəbiyə xanım, gəl biraz da qulaq asaq, iç yüzünü bilək. Aşkar eləyər ya hamısı adamların. Cəbhənin adamları sənə yaxındırlar. Türklər də yaxındırlar. Sən şəkli verməyən azan çədir işləyir. Ki bu insan... Bakın, Rəbiyə xanım görün nə deyir? Bu şəkildə gördüyünüz bu seksi baxışlı Rəbiyə xanım nə deyir? Deyir, yanında türklər də çoxdur, Azərbaycan kürdlər də çoxdur. Sənin şəklini verib, səni tapdırıb, səni bir tər eləmək o qədər çətin iş deyil, deyir. Bu gücü hardan alır? Əlin Ağayevdən. Əlin Ağayev qoqili döysə belə, dank, spermatozoidi udarla gəldiyi yerdə yerə tökməyib Rəbiyənin ağzına tökərmi? Töyməz, heç orada töyməz. Amma baxaq danla. Maşinliklə nə deyir? Çıxır, televizatlara ödün bloger hesab edir. Bloger əsl Tural Abbaslıdır. Tural... Ya tabii... Ay ben dedi ki Tural sizin kimi oyuncaq deyil. Çıxar, hər lotunu çıxardı ortalığa. Belə zat eləyə. Mən özümün fəxrını dedim sənə ki, eləməyim. Tural bloger deyil. Blogerin gələcəyi prezidentlikdir. Tural jurnalistdir. Mən prezident olsam da Tural mikrofonunu salacaq boynuna, jurnalistliğini eləyəcək. Danla baxaq, Rəbiyə xanım, sən qızıbsan, sənə yaxşı kişi lazımdır, kişi səni soyutsun. Baxaq bir. Mən ona fəxr duymam. Kimə köməklik edirəmsə, mən ona fəxr duymuram. Nə çıxırsan özündən? Oradan Orxan Ağayevi qırzışdırdım, sənə proboy zəng elədim, cavab verdin, sonra hıqq elədim, buq elədim, yanlışa bilmədi. Orxan Haçan mənə zəng elədi də mıqq elədim. Orxan kimdir ki mən onun qabağında mıqq eləyəm? Kimdir Orxan? Orxan olmur, ümumiyyətcə Allahın bacısı oğlu olsun. Kim laf qənimət zahid olsun. Kimdir mən onun qabağında mıqq eləyəm? Hələ Orxan kimdir mən onun qabağında mıqq eləyəm? Rəbiyə, sən kişinin xasını tanımırsan. Sən kişinin xasını tanısan, sənin başının üstə bir bığlı, yaxşı, bığsız, yaxşı bir kişi olsaydı, sən kişinin xasını anlayardın kimdir. Orxan deyir, mənə çıxıb bışda, Orxan, mən mıqq eləyənməmişəm. Orxanıma bax. Neysə, Rəbiyə, danla baxaq. Qızışdırır da, indi aranı qızışdırır. Orxanla məni dalaşdırmaq istəyir, öz məzsəvincək. Manaf da məni dalaşdırmaq istəyir, öz məzsəvincək. Rəbiyə, Orxanın şeyini ağzına ala bilərsənmi? Danla baxaq, sualıma cavab ver də, sən mən sual vermirsən, mən də sana sual verəm. Orxanın şeyini ağzına ala bilərsənmi? Manafdan Orxan ikisi də qatızdırsa, hansınınkini çalarsan? Rəbiyə xanım. Danla baxaq. Mən faktla danışıram. Faktla danışırmış ha. Danla baxaq. Teymurun yanında olan, hələ sağında olan, bundan artıq cırıq olmayacaq ki. Danla baxaq. Tablaq kim ülkedir, narahat olma. Gör nə deyir, baba. Orxana qızışdırdım, sənə... Gör nə deyir, səni tapmaq 2-2-dir. Ala, nə oldu elə? Teymur məni tapmaq istəyir. Ala, Vidadi İskəndərlinin qardaşı, Oqtay İskəndərli, qardaşını öldürəni yox. Məni tapmaq istəyir.
Ay sizin zatınızın ağzına çaldırım. Sizin neslinizin ağzına soxum. Ay mən nə edirəm sizə hamınız məni şey eləmək istəyirsiniz? Ay Teymur məni axtarır, məni tapmaq 2 vur 2-dir, nakazat eləmək. Ha, nə istəyirsiniz məndən? Məni İlham Əliyev də axtarır, DTX da siz də axtarırsınız. Arəbiyə, bu günə kimi, bu efirdə olduğum bu saata kimi, bax sən məni necə söyürsən, ha, göstərirəm ha. Bax sən məni söydün. Buna kimi, bu efirə kimi mən sənə güldən ağır söz demişəm. Qancıq, git şeyinə girənlə oynadın ha. Danla baxaq. Pravoy zəng elədim, cavab verdim, hık elədim, danışa bilmədi. Mən faktla danışıram. Səni tapmaq 2 vur 2-dir, narahat olma. Tutaq ki, tapdın, bax. Ay Rəbiyə Xanlarova da, Xanlarova, ay Qədələrova. Xanlıq sənlik deyil, ay Qədələrova, Rəbiyə. Tutaq ki, məni tapdın, neyniyəcəksən məni? Məni tapmaq 2 vur 2-dir. Neyniyəcəksən də mən? Bax, mən sənə güldən ağır söz demədiyim halda bu qədər məni, mənim yoldaşımı, mənim ailəmi təhqir edirsən. Tutaq ki, məni tapdın, neyniyəcəksən məni? İndi gerçəyi mən deyəcəm sənə. Bax, hələ ki sənin səsini efirə verirəm. Birazdan gerçəyi sən kimsən onu mən deyəcəm sənə.